Salam, axşamınız xeyir olsun. Zaman yayımlarının təqdim etdiyi qış tətil tapşırıqlarının izahını çəkirəm. Deməli, çəkdiyim izah 4-cü siniflər üçündür. Belə bir sual var. Verilmiş birləşmələrin həqiqi mənası ilə uyğunlaşdırın. Ürəyinə xal düşmək, yəni şübhələnmək, dilotu yemək, çox danışmaq, gözləri kəlləsinə çıxmaq, heyrətlənmək mənasında işlənir. Çalışma 2-dir. Doğru yazılan sözləri dairəyə alın. Baxaq görək hansı sözlər doğrudur. Hədiyyə sözünə bildiyimiz kimi 2 dənə y var, düzdür. Xəfiyyə sözündə doğrudur. Müəyyən sözü doğrudur. Günbəz, xeyr uşaqlar, n ilə gün düşən, günbəz, günəşdən yadında saxla. Çərşənbə, bəli, doğrudur. Yəni 4 səhvdir. Conbul, bəli, doğrudur. Könbə, xeyr, kömbə olmalı idi. Xət 2-dən t olmalı idi. Kompot olmalı idi, amma ailə yazıblar. Yəni doğru olanları da qeyd etdim. Deyir cümlələri oxuyun və səhv yazılmış sözlərin altından xətt çəkin. Nənəm mənə konfet və şokolad aldı. Xeyr. Burada olmalı idi uşaqlar. Konfet yox, konfet. Şokolad yox, şokolad olmalı idi. Yəni səhv yazıb. Uzaq məsafəyə baxdıqda səma ilə yer səddinin birləşməsi kimi görünən xətt üfüqi, bax burada səhv yazılıb, xətt adlanır. Uşaqlar, səma cisimləri birdən ən çox ay, səma, bunlar birdən olduğuna görə böyük hərflərlə yazılmalıdır. Yəni səhv olanların altına xətt çəkdim. Biz lövhədə təbaşirlə yazmırıq. Bu səhv olanların da altına xətt çəkdim. Sonra deyir sözləri hallandırın. Baxaq. Adlıq halda var kəpənək, yarpaq və bayraq sözləri var. Yarpağı. Baxın, adlıq halda yarpaq. Mən biraz sərgəs yazdım. Yarpağın. Sonra yarpağa. Yarpağı. Deməli, yönlük halda yarpağa, təsdiq halda yarpağı, yerli halda yarpaqda, çıxışıq halda yarpaqdan. İndi növbəti sual kəpənək. Adlıq halda kəpənək. Yerli halda kəpənəyin. Yönlük halda kəpənəyə. Təsdiq halda kəpənəyin. Yerli halda kəpənəkdə, baxın, kəpənəkdə, çıxışlıq halda isə kəpənəkdən. Bu şəkildə yazırıq. Bayraq yenə adlıq halda heç bir xüsusi şəkilçisi yoxdur, bayraq. Yerli halda bayrağın, yönlü halda bayrağa, təsdiri halda bayrağı, yerli halda bayraqda, çıxışlıq halda bayraqdan. Mən biraz sərgəs yazdım, amma bilirsiniz də siz hansı halın hansı şəkilçiləri var. Sonra növbəti keçirik qapalı tipli suallardır. Deyir, məcazi mənalı söz birləşmələri işlənən cümlə hansıdır? Anam mənə dadlı piroq bişirdi, doğrudur. Mən hər gün otağımı sərgiyə salıram, doğru. Burada yəni həqiqi mənadır. Qazandığı uğurlar səbəbin adı dillərə düşmüşdür. Qazandığı uğurlar, yəni C variantı məcazi mənada işlənmişdir. Deyir, səhv yazılmış söz hansı cümlədir? Çərşənbə günü onlar bizə qonaq gəldilər. Dostum mənə, baxın, burada heç bir səhv yazılan söz yoxdur. Dostum mənə hədiyyə almışdı. Anamın güldanını sındırdığım üçün üzr istədim. Baxın, aşağılar B variantında, daha doğrusu B variantı düzdür. Amma C variantında üzr sözü belə yazılmır. Yazılmalıdır, üzr istədim. Belə yazırıq, amma bu şəkildə tələffüz edirik. Bunlar tələffüz etdiyimiz formada yazıblar. D variantında da heç bir səhvlik yoxdur. Növbəti sual C variantı. Deyir, hansı söz səhv yazılmışdır? Baxın, şənbə sözü düz yazılıb, tövsiyə bir y ilə yazılır, səyyah bir y ilə yazılır, amma pambıq pambıq yazılmalıdır. Yəni, burada səhv yazılan söz C variantı. İsmi yönlük hal şəkilçisi hansıdır? Yön, istiqamət, məktəbə, meşəyə, yəni C variantı. Sonra növbəti uşaqlar, növbəti 5-ci sual deyir, işarə vəzihlərini tapın.
İşarə vəzihləri bilirik də, işarə məqsədli işlədilən, yəni o, bu, elə A variantı. Mən şəxs əvəzidir, o işarədir, amma hər ikisi olmalı idi. Hər filan təyin əvəzidir, biz şəxs əvəziyik, sən şəxs əvəziyik. Deyir, təsdiqli halda olan sözlər sırasını seçin. Təsdiqli şəkildə I idi, bayaq dedik. Çiçəyin, kitabın yiyəlikdədir. Kəndə, yönlük, futbolu, təsirlik. Hər ikisi də təsirlik olmalı idi. Almanı, təsirlik, çörəyi, təsirlik. Elə C variant. Evdən çıxışlıq, ağacdan çıxışlıq. Sonra 7-ci sual. Deyir, gözdən pərdə asma ifadəsinin mənasını seçin. Yəni, həqiqəti gizlətmək. C variantı. Düzgün yazılmış sözləri seçin. Baxın uşaqlar. Mənbə sünbil olmalı idi. Səhvdir. Təyyarə ehtiyat. Elə B variantı. Lampa M ilə yazılmalı idi. Tərbiyə bir Y ilə yazılmalı idi. Elə düz olan hansı variantdır? B variantı. Deyir, hansı söz hallanarkən bitişdirici samit əlavə olunur. Yəni, sonu saitlə bitən söz. Elə birbaşa C variantı uşaqlar. Baxın, bunlara dəftərin heç bir əlavə olmadı. Balıqdan, balığa heç olmur. Çiçək, çiçəyə heç bir şey olmur. Heç nə. Amma ki, cəmi sözündə, baxın, cəmi sözündə sonu saitlə bitdiyinə görə şəkilçi artıq cəmiyə, cəmidən, görsən hamısının ortasına bitişdirici samit əlavə edirəm. 10-cu sual deyir, səhv yazılmış söz hansıdır? Üzür, bayaq dedim, düz yazıblar. Zülüm, düz yazıblar. Sehir, düz yazıblar. Höküm. Baxın, höküm yazılmalı idi, tələffüzdə belə deyirik. Yəni, səhv yazılan hansıdır? Uşaqlar, B variantı. Sonra deyir, işarə vəzi işlənmiş cümlələrin qarşısından bu işarəni çəkin. Baxaq, o kitab çox maraqlıdır. Bəli. O bizim musiqi müəllimimizdir, şəxs əvəzliyi. O igid əsgər bizim qəhrəmanımızdır, şəxs əvəzidir. Yox, daha doğrusu uşaqlar, burada o igid, yəni onu göstərir işarə. O birinci sinifdə oxuyur, şəxs əvəzliyi. Çalışma 2, hər sütunda səhv yazılmış sözlərindir. Altından xətt çəkin. Baxaq. Hədiyyə sözü düzdür, müdir səhv yazılıb, üzv səhv yazılıb. Hakim, nəqarat, üzr səhv yazılıb. Tənbəl düz yazılıb, kömbə düz yazılıb, müraciət düzdür, komanda səhvdir. Səhv olanların da altından xətt çəkdik. D verilmiş sözlərin sualı və hansı hala aid olduğunu tapın. Baxın, məktəb, nə məktəb? Hal nədir? Adlıq. Sonra stadionda, yerlik, yəni harada, bax, harada, stadionda, halı hardadır? Yerlik. Kəpənəyin, nəyin, baxın, nəyin, kəpənəyin, hansı haldadır? Yiyəlik. Meşədən, haradan, bax, haradan, mən biraz sərgəst yazdım, haradan, meşədən, yəni bu hal nədir? Çıxışlıq. Evə, haraya, haraya, evə, yönlük, istiqamət bildirir, yönlük. Şagirddə, kimdə, bu nədir? Yenə yerlik. Yerlik bildirir. Suyu, nəyi, suyu, bu da nə bildirir? Təsirlik. Hamısında şəkilçiləri özlərində görürsünüz ki, görsənir. Yəni, çətin sual deyildir. Deyir, doğru yazılmış sözlərin qarşısında, bu işarə səhv yazılmış sözlərin qarşısında sən bu işarəni çək. Mübarək xeyir. Bünövrə, bəli, düzdür. Müdir, xeyir. Həyəcan, düzdür. Konsert yazılmalı idi, səhvdir. Kombayn, səhvdir. Şokolad, səhvdir. Nümayiş düzdür, kompot düzdür. Yəni, bu şəkildə yazılmalı idi. Sonra deyir, hansı sözdə o saiti A kimi tələffüz olunur? Çol, elə o kimi. Çosa, elə o kimi. Çoma, elə o kimi. Komandir, gördün, o aya keçdi. Deyir, hansı bənddə uyğunluq pozulub? 2-ci sual, kömbə, düzdür. Ümid, düzdür. Mənbə, düzdür. Bünövrə olmalı idi, binövrə yox. Elə D variantı. Sonra uşaqlar 3-cü sual deyir, hansı frazoloji birləşmənin mənası düşünmək deməkdir. Baş qulaq aparmaq, bezdirmək, xeyr. Baş sındırmaq, fikirləşmək, elə B variantı uşaqlar. Bir araya gəlmək, xeyr. Ürəyinə xal düşmək, şübhələnmək, xeyr. Elə B variantı. Hansı bənddə uyğunluq pozulub? Yəni, bu doğru düzgün yazılmasına görədir. Höküm düz yazılıb.
Qabağına düz qoymalıydılar. Elə variantında yanlış qoyulub. Məsələn, zülm səhv yazılıb, belə qabağına da yanlış yazıblar. Bunu düz deyir. Üzv elə düz yazıb, qabağına da düz yazıb, elə düz deyir. Üzr düz yazıb, qabağına da düz deyir, elə düzdür. Uyğunluq harda pozulub? A variantında. Sonra uşaqlar deyir çərçivədə verilmiş sözün hansı hala aid olduğunu tapın. Səbətdən. Nədən? Səbətdən. Əlbəttə ki, çıxışlıq hal şəkilçisidir. Yəni çıxışlıq haldadır. Sonra uşaqlar 6-cı sual deyir neçə söz ismin yiyəlik halındadır. Baxaq. Kitabın, qələmi təsirlik, uşağın yiyəlik, evə yönlük, qızdan çıxışlıq, çantaya yönlük, suyun yiyəlik. Neçə dənədir? 3 dənə. Sonra hansı cümlədə altında xətt çəkilmiş söz səhv yazılmışdır deyir. Baxın, müayinə düzdür. Yəni uşaqlar A variantı düzdür. Təbiəti xeyr. B variantı. Y tələffüzdə deyirik. Mənə səhv olan lazımdır. Y-ni tələffüz edirik, amma yazışda yaza bilməliyik. Muavin düz yazıb, Nailə düz yazıb. Sonra nöqtələr yeni hansı söz yazılsa frazoloji birləşmə alınır. Məktəbə getmək həqiqi, evə getmək həqiqi, parka getmək həqiqi, fikrə getmək, yəni düşünmək mənasında frazoloji birləşmə yaradan hansıdır? Fikrə. Sonra deyir səhv yazılmış sözü müəyyən edin. Aha, pomidor düzdür, his düzdür, nəbz düzdür, üzv səhvdir. Dedim axı, üzv. Bu şəkildə yazılmalıdır. Hansı uyğunluq doğrudur? Saniyə bir y ilə yazılmalıydı, səhvdir. Qafiyə bir y ilə yazılmalıydı, səhvdir. Təyyarə bir y, 2 y ilə yazılmalıydı. Tərbiyə bir y ilə yazılmalıydı. Burada uşaqlar doğru olan hansıdır? Elə D variant. Görürsünüz, qabanda da bir dənə y qoyublar. Yəni qabandakı hərf sayına görə deyir ki, hansı şeydir. Sonra deyir ki, adi dərəcədə olan sifətlər işarələyin. Baxaq. Gömgöy çoxaltma. Lazım deyil. Qoy daha doğrusu uşaqlar. Hansı çoxaltma sonra işarə qoyun. Bumbuz adidir. Deyir Samay müəllim, niyə m-pırısı çoxaltma düzəltmir? Uşaqlar, buz isimdir. İsmin də dərəcəsi yoxdur da. İsmin dərəcəsi yoxdur. Sifətin dərəcəsi olur. İsmə qoşulduğuna görə o elə adi dərəcədədir. Tuntuş çoxaltma, ağbəniz, bəniz sözü var, sifət xeyr. Elə bu da şeydir. Daha doğrusu adi dərəcədədir. Qarayanız, qarabəniz yenə adi dərəcədədir. Balaca adi dərəcədir. Xırdaca, qaraca bunlar da cacə ilə düzəlib deyə çoxaltma dərəcəsindədir. Sonra deyir quruluşca sayda olan zərflərin altından xətt çəkin. Baxın uşaqlar. Uşaqlar burada içəri sayda, dünən sayda, həyəcan sözün kökü la leksik düzəltmədir. Tamam sözün kökü tamamilə leksikdir, düzəltmədir. Yuxarı saydədir. Birlikdə sözü də yenə nədir? Düzəltmədir. Bugün mürəkkəbdir, daxilən düzəltmədir, geri saydədir. Yəni saydələrini də dairəyaldım mən. Xətt çəkdir, amma fərqi yoxdur. Yenə biz saydələri seçdik. Sonra deyir zərfləri seçin. Deyir zərfləri seçin. Baxın uşaqlar, ürəklə zərfdir, eynəklə xeyr, sürətlə zərfdir, telefonla xeyr, qələmlə xeyr, sevinclə, diqqətlə, həvəslə. Yəni zərflərin altından xətt çəkdim. Sonra çalışma 4-də qırmızı rənglə verilmiş sözlərin nitq hissəsini müəyyən edin. Sifətlərin altından 1, zərflərin altından isə 2 xətt çəkin. Baxın uşaqlar, əgər ismə aiddirsə o sifət, baxın belə qeyd edeyim. Əgər yanındakı isimdirsə yanındakı sifət, yanındakı feil, hərəkət varsa, onda olacaq zərf. Baxın, gözəl qızdır, isimdir. Ona görə bu nə olacaq? Sifət. Sifətin də altından bir xətt. Gözəl rəqs etmək feilə aiddir deyə zərf 2 xətt çəkirsən. Doğru söz yenə yanındakı isimdir deyə bir dənə xətt çəkirəm. Doğru danış hərəkətə aiddir deyə 2 dənə xətt zərfdir. Bıçaq ismə aiddir deyə bir dənə xətt. İti addımlayırdı 2 dənə də xətt çəkirik. Deyir birinin yazışı səhvdir. Zil qara düzdür, yaşıl ayrı yazılır, yaşıl təhər bitişi yazılır, düzdür, ağappaq düzdür, ala yarımçıq defsə yazılmalıdır. Yəni uşaqlar D variantı. Bir azaltma dərəcəsində işlənib, yenə qara buğdayı
Qara buğday deyil, qara yaxa. Xeyr, qara bəniz adi dərəcədədir uşaqlar. Bir dəqiqə. Adi dərəcədə şın, sov, azaltma dərəcəsində də C variantıdır. Sonra deyir o əvəzindən sonra nə vaxt vergül işarəsi qoyulur. Baxın, o əvəziyə əgər nitq hissəsi yanında isim, sifət, kim nə hara sualına cavab, kim nə sualına cavab verirsə, yanında isim, sifət, sahib gələrsə, o zaman vergül işarəsi qoyacağıq. Amma mənə deyir ki, qoyulmasın. Mübtədə olarsa, bəli, mübtədən sual nə idi? Kim nə? Vergül qoyuruq. Şəxs bildirirsə, bəli, şəxs bildirir ki, kim sualına vergül qoyuruq. Modal söz işlənərsə, bəli, ona qoyuruq modal sözdə, amma fe'l işləndikdə modal daha doğrusu vergül işarəsi qoymayacağıq. Sonra cümlələrin birində deyir, zərf işlənməyib. Baxaq. Aydın qəhrəmancasına, elə qəhrəmancasına zərf A variantında var. Onlar birlikdə bu problemi həll etdilər. Birlikdə B variantında var. Bağda xeyli işlədim. İşləmək fe'lə aiddir deyə, hərəkətə aiddir deyə. Burada da xeyli zərfdir. Həyətdə çoxlu adam. Yanında isim var. İsmə aiddir deyə artıq burada çoxlu saydır. Sonra deyir, uyğunsuzluğu müəyyən edin. Baxaq görək. İrəli yer zərfidir, düzdür. Sabah zaman zərfidir, düzdür. Sürətlə necə, nə tərz hərəkət zərfidir, amma asta tərz hərəkət zərfidir, amma qabağından zaman zərfi yazıblar. Sonra 6-cı sual. Deyir, birinin söz birləşməsi hesab etmək olar. Olmaz deyir, daha doğrusu söz birləşməsi hesab etmək olmaz. Baxın, yaşıl yarpaq söz birləşməsidir. 2 qələm söz birləşməsidir. Yağış yağanda söz birləşməsidir, amma evə tərəf söz birləşməsi deyil. Deyərsən, niyə? Çünki tərəf burada qoşmadır. Bir əsas, bir dənə köməkçilik hissəsi varsa, bu şəkildə olan söz birləşmələri söz birləşməsi hesab etmək olmaz. Yox, desəydi, evə tərəf gedənlər və yaxud da həm köməkçilik hissəsi. Niyə biz deyirik ki, 2 dənə leksik mənası olan sözün birləşməsinə ən az 2 dənə sözdən yaranmalıdır? Tərəf sözünün leksik mənası yoxdur, suala da cavab vermir. Evə tərəf bu şəkildə söz birləşməsi olmur. Yəni, A variantı söz birləşməsi deyil. Sonra deyir, hansı cümlədə adi dərəcədə olan sifət işlənib? Baxaq. Onun qaraca, yəni xırdaca, bunlar çoxaltma dərəcəsindədir. Jalə Əhmədin dost doğma pırrısı ilə çoxaltmadır. Bizim ailənin ən kiçiyi çoxaltmadır. O isti havalarda isti, sadəcə adi dərəcədədir, yəni D. Sonra birinin yazışı doğrudur. Alayarımçı bayaq dedim defslə. Daha sonra uşaqlar bizdən doğru fikri istəyir. Ala bula defslə yazılır. Sonra ala göz, ala çiy defslə yazılır uşaqlar, amma B variantı alagöz bitişik yazılır. Elə bunda yazışı doğrudur. Bizə də elə doğru olan lazım idi. Deyir, hansı fe'li birləşmədir? Yəni, ikinci tərəfi fe'l olarsa, zal, uşaq, say. Görürəm, ikinci tərəfi isim sifət sayla əvəz olunubsa, həmin sözlər, yəni fe'l deyil. Əgər ikinci tərəfində hərəkət varsa, o fe'li birləşmədir. Mən də bunların ikinci tərəfini göstərdiyimiz kimi hərəkət yoxdur. D variantı mahnı oxumaq. İkinci tərəf hərəkət var deyə fe'li birləşmədir. Sonra hansı cümlədə deyir, o əvəzindən sonra vergül işarəsi qoyulmalıdır. Hə, uşaqlar, deyir ki, hansı cümlədə o əvəzindən sonra vergül qoyulmalıdır. O qırmızı rəngi sevir. Kim? O. Özündən sonra da sifət gəldiyinə görə, burada dedik ki, əgər kim nə sualına cavab versə, özündən sonra isim, sifət, say, zərf, modal söz, nida, fe'l, sifət kimi nitq hissələr gələrsə, o zaman vergül qoyulmur. Amma digər hallarda isə daha doğrusu əksini dedim uşaqlar. Deməli ki, isim diqqətim yayındı. Əgər o bu mübtədə vəzifəsində olub, özündən sonra isim, sifət, say, zərf, modal söz, nida, fe'l, sifət belə nitq hissələr gələrsə vergül qoyulur. Amma məsdər, fe'l, əvəzi, bağlayıcıdır, ədatdır, qoşmadır. Bunlar gəldikdə artıq vergül qoyulmur. Məsələn, deyir ki, o qırmızı rəngi sevir. Kim? O. Elə bundan yanında vergül qoyacam. Yəni A variant. O da ədat var, qoymuruq. O tərəfdə qoşma var, qoymuruq. O dedi, fe'l var, qoymuruq. Elə variant uşaqlar. Sonra çalışma 1. Deyir, sözlər yoğunlaşdıra birləşmə yaradın. Baxın, buludlu hava, qələm açayım bir dənə. Buludlu hava, yalan danışmaq, duzlu su,
yaşıl, çəmən. Bundan da söz birləşmələri yarandı. Deyir çalışma ki, ismi birləşmələri, buraya hangi fe'li birləşmə uşaqlar? Mən ismi birləşmələrə yazacağam i. Siz də fe'li birləşmələrə yazarsınız f. Məsələn, ağacın kölgəsi yenə ikinci tərəf görürəm. İsimli adlarla ifadə olunub. Yəni ağacın kölgəsi ismi birləşmə, uzaq şəhər ismi birləşmə, evə çatanda ikinci tərəf hərəkət var deyə fe'li birləşmə, qaçmaq yenə ikinci tərəf hərəkət var deyə fe'li birləşmə, kitab oxuyan hərəkət var ikinci tərəfdə fe'li birləşmə, qorxmaq fe'li birləşmə, təzə çanta ismi, səliqəli yazan fe'li birləşmə. Sonra yenə çalışma 3 deyir ki, vergül işarəsi qoyulmalıdır. Baxın uşaqlar. O dünən dərsə gec gəldi. Kim? O və özündən sonra zərf gəlib deyə vergül işarəsi qoyulmalıdır. Biz o binada yaşayırıq. Hansı binada? O binada bizə lazım deyil. Əgər necə, nə cür, hansı sual cavab verirsə, o oğlan mənim qardaşımdır. Kim? O özündən sonra da isim gəlib deyə vergül işarəsi qoyulur. O buraya 2 dəfə gəlirdi. Kim? O zərf var deyə özündən sonra ona görə də vergül işarəsi qoyacaq. O tək qalmaqdan qorxur. Kim? O tək qalmaqda zərf var deyə artıq burada da vergül işarəsi qoyacaq. Sonra çalışma 4 deyir, bitirici samit işlənmiş sözləri müəyyən edin. Külək imiş, keçib yeyə, körpəyə burada var, çantaya burada var, çiçək imiş, yeyə keçib, sahitlə başlayan şəkilçi gəldiyinə görə pərdəyə burada var, xörək burada yenə imiş, yeyə keçib, çörək imiş, yeyə keçib, yəni daha doğrusu götürmürük. Küçəyə burada da yenə var deyə götürəcəyik. Sonra 4-cü çalışma test 4 deyir, baş üzvlər hansılardır? Əlbəttə ki, mübtədə xəbər cümlənin əsası. Baş üzvlərdən deyir, ibarət cümlə hansıdır? Hava soyuqdur. Nə hava, nədir? Soyuqdur. Elə A variantı. Sonra 3-cü sual deyir, tələffüz zaman biri digərlərindən fərqlənir. Stadion y artırılır. Baxın uşaqlar, stadion r artırılır. Sonra şair y artırılır, radius y artırılır, amma müalicədə düşür. Yəni səs düşümü baş verir də y artırılmır. Biri fərqlidir deyir. Baxın uşaqlar. Əgər biri fərqlidir, sirlər, hisslər, fənlər. Baxın, burada fərqli olan nədir? Hisslər sözü. Məsələn, hiss bir dənə s düşəndə başqa məna ifadə edir. 2 dənə s hərfi olduqda başqa məna ifadə edir. Yəni biri var hiss kür mənasında, bir də var insanın hissləri, kürləri mənasında, emosiyalar mənasında. Aha, deyir bir işarə vəzzi deyil. O, bu, elə, hər təyinə vəziyyətdə, ona görə lazım deyil. İsmi birləşməli seçin, məktub yazmaq, qaçmaq, oxuyanda fe'li birləşməlidir. Çünki ikinci tərəf fe'ldir, açıq qapı ismi birləşməlidir uşaqlar. Sonra keçək 7-ci sual deyir, hansı cümlədə xəbər isimli ifadə olunub, baxaq. O dərsə gecikmişdi, bu xəbərdir. Ağacdan alma yığdı, xəbərdir. Qışdır, xəbərdir. Qələbə qazandılar, xəbərdir. İndi baxaq görək hansı isimli ifadə olunub. Gecikmişdi, fe'li ifadə olunub. Yığdı, fe'li ifadə olunub. Qazandılar, fe'li ifadə olunub. Amma qışdı ismi ilə ifadə olunub. Sonra hansı cümlədə altında xətt çəkilmiş sözü ikinci dərəcəli üzv hesab etmək olar? Mən parkda gəzirdim. Dostum yuxarı mərtəbədə yaşayır. Azərbaycan inkişaf etmiş ölkədir. Burada əsasdır, yəni mübtədədir. O mehriban qızdır. Bəli, necə qızdır mehriban? İkinci növ, ikinci dərəcəli üzv. Dostum yuxarı hansı mərtəbədə? İkinci dərəcəli. Mən parkda arada ikinci dərəcəli. Mən, kim, mən gəzirdim, nə edirdim? Xəbər 1, 2, 4. Hansı variantdır uşaqlar? A variantı. Sonra ikinci dərəcəli cümlə üzvü hansıdır? Xəbər mübtəda, baş üzvlərdir, isim, fe'l, nitq hissəsidir, cümlə üzvü təyin. Fərqlənmiş sözlərdən deyir, hansı səhv yazılıb. Baxaq, o bütün fənlərdən əla qiymət alıb. Baxın uşaqlar, fən samitdir, qoşasan fən. Buna samitlə başlayan şəkilçi artırdıqda bunun biri düşür. Bunu düz yazıblar. Müəllimin düz yazıblar. Ailəsi düz yazıblar. Hökmdar səhvdir. Çünki ü olmalı, ölmə olmamalıydı. Nə olsun deyirik, amma yazışda onu yazmamalıyıq. Sonra gəldik nəhayət ki, riyaziyyat suallarına. Baxın, abaka deyir əsas ədədləri yazın. Bu nə asan qaydası uşaqlar? Altından 2, 3, 1, 1, 2, 3, 4, 5, 6. Aha, 2316 və salam. Burada yenə 2, 0, 1, 2, 3, 4, 5. Burada 2, burada da 4. 20.524 bu qədər. Sonra burada da 1, 2, 3, 4, 5, 6. 6, 1, 2, 3, 1, yoxdur deyə 0. 1, 2, 3, 4, 5, 6, 7, 8. Aha, 63.108. Yenə 2, 1, 0, 3, 1, 2, 3, 4,
1, 2, 3, 4, 5, 6, 7. Bu neçələrdir? 210.347. Yəni, bu qaydada yaza bilərsiniz. Sonra deyir, misalları həll edib simvolların qiymətini yazın. Baxaq. 2 üstə 9 gəlib 11. Bir yazsan bir yad. 8 üstə 9 17. Bir yadda da 18. 8 yaz bir yadda. Burada 6 imiş ki 7 üstə 6 13. Bir yadda da neçə imiş? 14 olub. Yəni üçbucaq neçə imiş? 6. 9 üstə 2 11. Bir yazsan bir yadda. Burada 3 imiş ki 9. Bir də yadda 10 olub. Ulduz neçə imiş? 3. 4 üstə 2 6. 9 üstə 5 gəlib 14. Elə 4 yazıb bir yadda. Deməli bu 5 imiş. 7 üstə 8 15 5 yazıb bir yadda. Burada 7 imiş ki 7 üstə 3 10. Bir də yadda 11 olub. Yəni dairəmiz də 7 imiş. Sonra keçək. Deyir cavabları səhv olan misallar seçin. Baxaq görək hansı səhvdir. 6 üstə 7 6-dan 7 çıxmamır. 16-dan 7 çıxanda 9 düzdür. Burada birini vermişdim. 11-dən 8 çıxanda 3 qalır. Bax bunu səhv yazıblar. 9-dan 6 çıxıram 3, 12-dən 9 çıxıram 3, 11-dən 7 çıxıram düz, 5-dən də, daha doğrusu 7-dən 3 çıxıram 4, bunu düz yazıblar. 1-dən 9 çıxıram, sanmıram, 11-dən 1 9 çıxıram 2. Burada yenə 10-dan 9 çıxıram 1, yenə 9-dan 9 çıxanda, çünki birini vermişdim, axı 0 qalmalıdır. Artıq bunu səhv yazıblar. 9-dan 8 1, 10-dan 7 1, uşaqlar. Bizi dəqiqə hardasa yanılmadımış. 9-dan 8 çıxanda 1, 10-dan 7 çıxanda 3. Burada qalmışdı 3. Burada 3 olmalıydı. Bunu səhv yazıblar. Məncə burada bunu səhvli elədim. Baxın uşaqlar, bizi dəqiqə 5112 üzərinə gələk 3999. Yorğunluqdan arada texniki səhvlər olur. 1, 10, 11, 10, 11. Hə, deyirəm axı, bunu burada səhv yazıblar. Belə uşaqlar. Aha, deyir ki, fərqləndirilmiş rəqəmin mərtəbə vahidi və mərtəbə qiymətini yazın. Mərtəbə vahid uşaqlar, vahid deyəndə 1 nəzərə alacaqsan. 7 dələ, 7-nin yanına 1, özündən sonra 2 dənə ədəd var, 3 dənə. Elə yazsan 1000. Burada 2-dir, yenə 1 qoy, özündən sonra 2 rəqəm var, 2 dənə 100. Burada 9-dur, yerinə 1 qoy, özündən sonra 2 dənə rəqəm var, 5 dənə, 1, 2, 3, 4, 5 dənə sıfırını da yaz. Yenə bundan sonra 7-dir, 1 qoy, neçə rəqəm var, 1 dənə. Vəssalam. Burada yenə 4-ün yerinə 1 qoy. Özündən sonra 2 dənə rəqəm var, 3 dənə sıfırını yaz. Burada 7 eləcə 1. Yəni mərtəbə vahidi 1-dir. Mərtəbə qiyməti də onun hansı mərtəbənin altında dururdu. Təkcik, onluq, yüzlük, minlik. 7 dənə minim neçə eləyir? 7000. Təkcik, onluq, yüzlük. 2 dənə yüzlüyüm neçə eləyir? 200. Təkcik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. 9 dənə 100 minim neçə eləyir? 900 min. Təkcik onluq, 7 dənə onluğum neçə eləyir? 70. Təkcik onluq, yüzlük, minlik. 4 dənə minliyim neçə eləyir? 4000. Burada da sadəcə 7 uşaqlar. Deyir, rəqəmləri müxtəlif, ən kiçik 4 rəqəmli ədədlər. Baxın, rəqəmləri müxtəlifdir. Ən kiçik 4 rəqəmlər. Bax, 1, 1, 0, 2, 3. Rəqəmləri müxtəlifdir və ən kiçikdir. Rəqəmləri müxtəlif, ən böyük 4 rəqəm 9, 8, 7, 6. Və bunların da cəmi neçə eləyəcək uşaqlar? 9, 9, 8, 10.899. Elə A variantı. Sonra rəqəmləri müxtəlif, ən böyük 4 rəqəmi cüt ədəd. İndi cüt olsun və ən böyük olsun. 980, 9876 ədədin, cüt ədədin yarısının, indi bunun yarısı, yəni 2 yerə bölürsən, 4, 8, 18-də 9, 7-nin içində 2, 3 dəfə, 16, 8, 4938 ədəd və bu rəqəmləri cəmi istəyir, 4 üstə 9, 13, 13 üstə 3, 16, 16 üstə 8, 24, elə A variantı. Sonra deyir, hesablayın və düzgün cavabı tapın. Bəh, buna kalkulyator lazımdır. Deməli, 8762 bölürük 3-ə. Sonra 4914-ü bölürük 7-yə. 5105-i bölürük 5-ə. Sonra da aldığımız cavabları toplayırıq. Bir dəqiqə mən qeyd yerinə açım. İndi bölmələri yerinə yetirək. 8763 bölək 3-ə. Özüm yazıram ki, bunu, yəni kalkulyator dedim, ciddiyə almayın. Özüm elə yazıram, siz də hesablayın. Ola bilər ki, bəziləriniz bilməyəsiniz. 2 dəfə 3, 6, 8-in içində 3, 2 dəfə. Qaldı mı 2?
İkincisində olmadığı görə 7-ni düşürürük. 9 dəfə 3 27. Sonra 6-nı düşürürük. 6-nın içində 3 2 dəfə. 2 dəfə 3 6. Sonra da 3 endiririk. 3-ün içində 3 bir dəfə. 2921. Deməli uşaqlar, baxın, bunun cavabı neçələrdir? 2921. Aha, 2921. İndi mən nə edəcəm? İndi mən keçirəm ikincisini. 4914 bölək 7-yə. 4-ün içində 9 olmur. 49-un içində 7 7 dəfə. 7 7 49. 1-in içində olmadığı görə bura 1 0. 14-ün içində 7 2 dəfə. Bunun cavabı neçələrdir uşaqlar? Bunun cavabı elədi 702. İndi keçirəm növbəti. Yəni 55105 bölürəm 5-ə. 5-in içində 5 bir dəfə 5. 1-in içində olmadığına görə burada 1 0. Digər 0-ı endirirəm. 10-un içində 5 2 dəfə 10. 5-in içərisində də 5 bir dəfə. 1021 də bu elədir. Sonra uşaqlar aldığımız cavabları toplayırıq. 2921, 702 və 1021. Və bunları toplayırıq. 3, 4, 4, 16, 6 yaz bir yadda, 3, bir də yadda 4. 4664. Hansı variantdır? B variantı. İndi deyir ki, A 9 olarsa ifadənin qiymətini hesablayaq. 28-i vururuq 9-a. 9 dəfə 8 neçə eləyir? 72, 2 yaz 7 yadda. 9 dəfə 2 18, 7 də üstə gələndə neçə eləyir? 25. Daha sonra 43-ü də vururuq yenə 9-a. 9 dəfə 3 27, 7 yaz 2 yadda. 9 dəfə 6 36, 2 yadda 38. Və aldığımız cavabları da toplayırıq uşaqlar. O da neçə eləyir? 9, 3, 5, 639. Yəni uşaqlar hansı variantdır? Əlbəttə ki, B variantı. Sonra deyir ədədini 10 minliklərə qədər yuvarlaqlaşdırdıqda, baxın, təklik, onluq, yüzlük, minlik, 10 minlik. Yanındakı ədəd 7. 5 və 5-dən böyükdür deyə artır. Oldu 430 min. Yəni uşaqlar C variantı. Sonra uşaqlar 6-cı sual deyir mərtəbə vahidi neçədir? Yenə uşaqlar bunu üzərində göstərəcəm. Vahid üzərinə 1 qoy, özündən sonra 0 yaz. Neçələrdir? 1000. Elə C variantı. Sonra deyir ki, 7-ci sualda 2676 ədəd karandaşı hər birində 12 ədəd olmaqla qutulara yığmaq üçün neçə qutu lazımdır? Yəni deyir ki, mən böl 12-yə. 26 içində 12 2 dəfə 24. Burada qaldım 27. 2 qaldı, 7-ni düşürdüm. Yenə 27 içində 12 dəfə 24. 3 qaldı, 6-nı düşürdüm. 36-nın içində də 12 3 dəfə. 3 dəfə də 12-miz 36. 223 dənə nə lazımdır uşaqlar? Qutu lazımdır. Sonra 8-ci sual. Deyir ki, 1482 ədədini 6-ya böldükdə, baxaq, 1482 ədədini bölürəm 6-ya. Bir dəfə, daha doğrusu 2 dəfə 6, 14-ün içində 6 2 dəfədir. 12. Burada qaldım 2. İndi 8-i indirəm. 28-in içində 6 4 dəfə 6 24. Burada qaldım 4. 2-ni indirəm. 42-in içində 6 7 dəfə. 7 dəfə 6 da 42. Neçə aldım? 247 qismətimdir. Və bunun rəqəmləri cəmini istəyir. 2-nin üstə 4 6, 6-ın üstə də 7 13. Hansı variantdır uşaqlar? A variantı. Sonra baxın, maşallah misallarımız yaman bu dəfə çoxdur. Yenə 15120-ni bölürəm 5-ə. 15-in içində 5, 3 dəfə 15. 1-in içində olmadığına görə bura bir dənə 0. 2-ni endirəm. 12-in içində 5, 2 dəfə 10. 2 qaldı. Və yenə 0 endirəm. 20-in içində də 5, 4 dəfə. 3024. Uşaqlar, C-yə neçə tapdım? 3024. İndi keçirəm B-nin qiymətini hesablamağa. 7176-nı mən necə bölürəmsə, siz də yazanda o qayda ilə bölün. 7-in içində 3 2 dəfə 6. 1 qaldı. 1 endirəm. 11-in içində 3 3 dəfə 9. 2 qaldı. Sonra düşürəm nəyi? 7-ni. 27-in içində 3 yenə 9 27. Sonra 6-nı edirəm. 6-nın üstündə də 3 2 dəfə də 3 6. 2392 də nə elədi uşaqlar? 2392 də B-nin qiymətidir.
Sonra 17.832 bölürəm nəyə? 4-ə. Yenə 17-nin içində 4 dəfə 16. 1 qalır. 18-in içində 4 yenə 4 dəfə 16. 2 qalır. 23-ün içində 4 yenə 5 dəfə 4 20 qalır. 32-nin içində 4 yenə 8 dəfə 32 edir. 4458 də bu elədi. İndi mənə bunu müqayisə edir. Birinci əlbəttə ki B. Baxıram böyüyə doğru gedir. Yəni A burada ən böyükdür. Sonra C böyükdür. Sonra da B böyükdür. Yəni B variantı. Deyir ki, bağda hərəsində 32 ağac olan 8 zərgə ağac vardır. 32 ağac olan 8 zərgə hər zərgəsində. Yəni vururam 8-ə. 6, 24, 256 dənə ağac var. Hər ağacdan 45 kiloqram yığırsa, 256-nı da vuracam 45-ə. 5 dəfə 6, 33, 0 yaz 3 yadda, 5 də 5, 25, 3 yadda 28, 5 dəfə 2, 10, 2 yadda da 12. 4 dəfə 6, 24, 4 yaz 2 yadda, 4 dəfə 5, 20, 2 yadda da 22, 4 dəfə 2, 8, 2 yadda da 10. Sonra da bunları toplayırıq. 0, 12, 2 yaz 1 yadda, 4, 1 yaddaydı, 5, 1, 1. 11.520. Yəni uşaqlar hansı variantdır? D variantı. Siz də mənim kimi eyni bu qayda ilə yazırsınız. İndi qeydi bağlayaq. Deyir ədədləri yuvarlaqlaşdırın. Yuvarlaqlaşdıraq. Baxın. Təkcik olunub 100. Yanındakı ədəd 5-dən kiçikdir deyə olduğu kimi qaldı. Yanındakı ədəd yenə 5-dən kiçikdir deyə həmin mərtəbə olduğu kimi qaldı. Özündən sonra 0. Yanındakı 5-dən böyükdür deyə artdı, oldu 30.600. Yanındakı 5-dən kiçikdir deyə elə olduğu kimi qaldı 42.000. Yenə yanındakı kiçikdir deyə olduğu kimi qaldı 94.000. Daha doğrusu aşağılar 0 olur axı. Yanındakını 0 edir. Bu şəkildə. Yenə yanındakı 5-dən böyükdür deyə artır 770.000. Bu şəkildə yazırıq. Sonra deyir boşluğa uyğun gələn ən böyük ədəd hansıdır? Bax, görürəm son 2 rəqəmə bax. 6, 9. Deməli bu böyük olub. 13, 7. Deməli bura 6 yazacağam. Ən axırıncı. Sonra yenə bura baxıram. 48 eynidir. 48, 32 buralar da eynidir. Deməli mən nəyə? Bir dənə 4-ü müqayisə eləməliyəm. Ən axırda da ən böyük bura 3 yazaram. 2 yazaram, 1 yazaram, 0 yazaram, amma ən böyük 3 yazaram. Yenə burada 399, 364. Elə bir dənə qabağa 413-lər eynidir. 364, 399. Bu birisi böyükdür. İndi 6-ya baxıram. Deməli uşaqlar bura nə yaza bilərəm, nə yaza bilərəm? Elə bura 6-nın özünü yazaram. Çünki bu görsən 6 364-dür. Bu da 6 399-dur. Nə olsun 6 yazsam yenə də bu birisi böyük olacaq da. Yenə də bu biri tərəf böyük olacaq. Yaza bilərəm 0 1 2 3 4 5 6. Yenə bu biri tərəfə baxırıq. 33 görürəm eynidir iki rəqəmləri, qabaqları da eynidir. Aha, mən elə bir dənə 7 müqayisə edəcəm, böyük olsun deyir. Burada uşaqlar nəsə səhvlik var. Necə səhvlik var? Çünki işarə bu tərəfə çevrilib və ən böyük mən bura bura bizə də rəqəm yaza bilərik. O da 9-un özünü. Səhvlik falan yoxdur. Yəni 9 yazarıq ora. Çünki ora 10 yaza bilərsən. Yox, bizə rəqəm lazımdır. Yenə 492 əvvəli eynidir. 673 bu tərəf 73, yəni bu tərəf böyükdür. Burada elə uşaqlar yazaram 5. Yenə bu birisi böyük olacaq. Burada da yenə 361, 261, 379 əvvəl də eynidir. Yəni burada 3 qalır. Yəni buraya 3 yazsam olmaz. Çünki onda bu birisi böyük olar. Buraya 4 ən böyük istir ilə 9 yazaram buraya da. Sonra deyir ədədi onluğa qədər yuvarlaqlaşdırdıqda uyğun xanaya işarə edin. Bax bunun təkcik onluq yanındakı 3 deyə olduğu kimi qalır. Elə bu. Burada təkcik onluq yenə yanındakı 5-dən böyük deyə bir vahid artır. Elə bunun özü. Sonra yenə misallardan dolu səhifəmiz. 3 dəfə 2 6, 3 dəfə 4 12, 2 yaz 1 yadda, 3 dəfə 9 27, 1 yad 28, 8 yaz 2 yadda, 3 dəfə 3 9, 2 yadda da 11.
4 dəfə 4 16, 6 yaz 1 yadda. 4 dəfə 1 4, 1 yadda 5. 4 dəfə 0 0. 4 dəfə 2 8, 4 dəfə 4 16. 5 dəfə 3 15, 5 yaz 1 yadda. 3 dəfə 0 0, birimin özünü yazıram. 3 dəfə 9 27, 7 yaz 2 yadda. 3 dəfə 2 6, 2 yadda 8. 5 dəfə 8 40, 0 yaz 4 yadda. 35, 4 də yadda 39, 9 yaz 3 yadda. 5 dəfə 4 20, 3 yadda 23, 3 yaz 2 yadda. 5 dəfə 5 25, 2 yadda 27. 2 dəfə 1 2, 2 dəfə 1 2, 2 dəfə 7 14, 4 yaz 1 yadda. 2 dəfə 6 12, 1 yadda da 13. Yenə 3 dəfə 6 18, 8 yaz 1 yadda. 15, 1 də yadda 16, 6 yaz 1 yadda. 3 dəfə 0 0, elə birin özü. 3 dəfə 1 3, 3 dəfə də 1 3. 4 dəfə 0 0, 4 dəfə 0 0, 4 dəfə 5 20, 0 yaz 2 yadda. 4 dəfə 2 8, 2 yadda da 10. 3 dəfə 4 12, 2 yaz 1 yadda. 3 dəfə 0 0, 1'in özünü yazıram. 3 dəfə 1 3, 3 dəfə 9 27. 5 dəfə 7 35, 5 yaz 3 yadda. 5 dəfə 5 25, 3 yadda 28, 8 yaz 2 yadda. 5 dəfə 4 20, 2 yadda 22. 5 dəfə 0 0, 2 yaddan yazıram. 5 dəfə 4 də 20. 2 dəfə 3 6, 2 dəfə 4 8, 2 dəfə 1 2, 2 dəfə də 8 16. Eyni bu qayda ilə siz də hesablayıb yazırsınız. Aha, sonra gəlirik test 2. Deyir, qisməti 436-ya bərabər olan bölmə əməli hansıdır? Yenə uşaqlara hamısını hesablayacağıq. Sonra yenə açıq sual gəlir, sonra bir dənə qapalı, sonra açıq, qapalı. O qayda ilə gedirik. Çox yolumuz qalmayıb. Aha, indi burada yenə qeyd dəftərini, qeyd yerini açıram. Deyir ki, uşaqlar, qisməti 436-ya bərabər olan bölmə əməli hansıdır? 3715 bölürük 5-ə. 3-ün içində olmadı. 37-nin içində 5, 7 dəfə. 7 dəfə 5, 35. 2 qaldı mı? 1-i indiririk. 21-in içində 5, 4 dəfə. 4 dəfə 5, 20. Yenə 1, 5-i indiririk. 15-in içində də 5, 3 dəfə. 3 dəfə də 5, 15. 743 elədi. Mənə 436 lazımdır. Lazım deyil. Sonra uşaqlar, bunu bu qayda ilə də asan yolunu tapmalısınız, amma bölməniz dayaşdır. Məsələn, 25-in içində 4 neçə dəfədir? 5 dəfədir də. 5-də 500-dən başlayacaq. Xeyr. 25-in içində 3 8 dəfə. Bu artıq 800-dən başlayacaq. 30-un içində 7 4 dəfə 7. Baxın necə olur? 3052 böləcəm 7-yə. 30-un içində 7 4 dəfə 28. 2 qaldı mı? 25-in içində 7 3 dəfə 21. 42-nin içində 7 6 dəfə. Gördünüz 466 elədi. Yəni elə hansı variantdır? C variantı. Sonra növbəti uşaqlar, növbəti sual deyir ki, hansı vurma əməlinin nəticəsi böyükdür? Yenə baxıraq. Baxın, burada elə rəqəmlərini də saya bilərik. Görürəm ki, elə eyni rəqəmlidir. Yəni sizə tənbəl yol öyrədirəm də, çox vaxtda itirməyək deyə. Eyni rəqəmlidir. Bir də ki, baxıram ki, böyük mərtəbələrə vurma var da. Bax 43000 böyükdür, 67000, 79000 hansı böyükdür? Bunlar görürəm ki, ən kiçiklərdir də. Elə mənə ən böyük olan hansıdır? Elə D variantı. Biri var 79000-ə vurasan, bir də var 74000-ə, 67000-ə, 43000-ə. Görürəm ki, ən böyük hansıdır? 79527. Bir də var burada 5-ə vurma var, bir də 4-ə vurma var da. Gəlin ən yaxşısı elə hesablayaq. Bir dənə baxaq. Məsələn, burada var 74000 53 ədədini vururam 5-ə. 5 dəfə 3 15, 5 dəfə 5 25, 26, 5 dəfə 0 0 2-nin özü, 5 dəfə 4 20 0 2 yadda, 5 dəfə 7 35 2 yadda 37. 370.270 65, 370.265 aldım elə. İndi mən bayaq mən elə qaraladım. 79527-ni də vurum 4-ə. 28 2 yadda, 8 2 yadda, 10, 4 də 5 20 21, 1 yaz 2 yadda, 4 də 9 36, 2 yadda 38, 8 yaz 2 yadda, 4 də 7 28. Baxın, neçə aldım? 308.108 aldım. Burada da 370.265 aldım. Elə uşaqlar hansı variantdır? Elə uşaqlar C variantıdır. Burada bunun səhv olub. Yəni mənim kimi yox da bir-bir oturun, vurun, hesablayın. Sonra keçək. Deyir, ən böyük 3 rəqəmli tək ədəddən. Baxaq, ən böyük 3 rəqəmli tək ədədimiz. 900. Rəqəmlər fərqli deyirmi? Xeyr. Demir. Elə 999.
ən böyük 3 rəqəmi tək ədəddən 7 dəfə böyük ədəd. Baxaq görə 7 dəfə böyük neçə eləyir? 63, 3 yaz 6 yadda, 7, 9, 63, 6 yadda 69, 9 yaz 6 yadda, 9 dəfə 7 yenə 63, 6 yadda da 69 ədədi 3 dəfə azaldıq. Yəni bölək. 2 dəfə 6, 9-da yenə 3 dəfə 9, yenə 9-da 3 dəfə 9, yenə 3-də də 1 dəfə. 2331. Yəni ki, uşaqlar B variantı. Sonra deyir ki, bölünən 3968, bölən isə, baxın, bölünən, bölən, qismət. Baxaq, bölünən 3968, bölən isə 64-dən 4 dəfə az olarsa, yəni 16 bölən olarsa qismətdən 4. İndi görək bunun qismətimiz neçə alırıq? 39-un içində 6, 2 dəfə 6-mız 32 edir. 7, 76-ın içində 16, 5 dəfə olsa neçə eləyəcək? 5 dəfə olsa 80 eləyəcək. 4 dəfə olsa 64 eləyir. Burada da qalır 6-dan 2, 12 qalır. 128-in içində də 16, 128-in içində də 16 neçə dəfə eləyəcək? 8 dəfə, o da 128. 248 qismət aldıq. 4586-dan çox ədəd deyir də, yəni 248 üstə gəlirik. 14, 12, 13, 3 yaz 1 yadda, 7, 1 yadda, 8, 4834. Elə hansı variant uşaqlar? Elə D variantı. Sonra deyir, tənliyi həll edin. Aha, tənliyi həll edək. Baxın, birinci mötərizəni üçün hesablayın. 639-dan 21 çıxanda nə qalır? 618. Onu da vurursan 2-yə. Vuraq 2-yə. Neçə eləyir? 6, 1 yadda, 2, 1 yadda, 3, 12. 1236 eləyir. Üzərinə gəl, 7 vur A. Yəni 7 vur A-ya 50-mi vurmuram. 2951-dən 1236-nı çıxıram. 7 vur A bərabərdir. 2951-dən 1236 çıxanda, 11-dən 6 çıxanda 5, 4-dən 3 çıxanda 1, 9-dan 2 çıxanda 7, 1715 edir. A da bərabərdir. Vuraq bu yana keçəndə nə olur? Bölək. Görək 7-yə bölünəcə düşür. 7-nin içində 2 dəfə 14, 31-in içində 7, 5, yox, çox olacaq. 4 dəfə 28, 35-in içində 5, 245. Neçə tapdım uşaqlar? Yəni B variantını tapdım. İndi keçirik növbəti suala. Deyir, çevrənin diametri 12 olarsa, radiusu da 10 yarısından bərabər olduğuna görə B variantı 6, yəni 12-ni 2-yə bölürsən. Verilmiş vurma əməli nəticəsi 23476 ədədinin cəmi neçə olar? Yəni, əvvəlcə vurmanı hesablayırıq. Sonra da ondan onun cəmini 6378-i vururuq 5-ə. 5 dəfə 8, 40, 0 yaz 4 yadda, 5 dəfə 7, 35, 4 yadda 39, 9 yaz 3 yadda, 15, 3 yadda 18, 8 yaz 1 yadda, 31, 30, 1 də yadda 31. 31890-dan 23476-nı istəyir. 6-nın özü 16, 6 yaz 1 yadda, 12, 1 yadda 13, 3 yaz 1 yadda, 4, 1 yadda 5, bu da 5. Neçələrdir? 55366. Hansı variantdır uşaqlar? A variantı. Yenə deyir, hansının hasili doğrudur? Gəlin son rəqəmlərindən baxaq, biraz işimizi asanlaşdıraq, görək olacaqmı asan işimiz. 8 dəfə 3, 24 eləyir, 4 yaz 2 yadda. 8 dəfə 6, 18 eləyir, 2 də yadda gələndə 20 eləyir, 0 yaz 2 yadda. 3 dəfə 2, 6 eləyir. Bax, burada bunu səhv eləyiblər. Çünki 2 də yadımızdaydı axı. 10 yazmayıblar. A səhvdir. 5 dəfə 2 10 eləyir. 0 yaz 1 yadda. 5 dəfə 1 5. 1 də yadda 6. 5 dəfə 4 20. 0 yaz 2 yadda. 5 dəfə 6 30. Bu 2-ni də yazmayıblar. 4 dəfə 4 16. 6 yaz 1 yadda. 4 dəfə 7 28. 1 yadda 29. 9 yaz 2 yadda. 4 dəfə 2 8. 2 yadda 10. Bunu da səhv eləmir. Deməli doğru cavab D variantıdır. Baxın, gəl vuraq görək, həqiqətən də dedim. 7482 vuraq 2, 4, 16, 6 yaz 1 yadda, 8, 9, 14, 14964, bəli. Deyir, hansı ədəd 3-ə qalqısız bölünür? Baxın, rəqəmlər cəmi 3-ə bölünən ədəd 3-ə də qalqısız bölünər.
Baxaq, 8-in üstə 6 14 eləyir. 14-ün üstə də 8 gələndə 14-ün üstə də 8 gələndə uşaqlar 22. 23 3-ə bölünürmü? Xeyr, bölünmür. A lazım deyil. 4-ün üstə 1 5, 5-in üstə də 3 8 3-ə bölünürmü? Xeyr. 6 üstə 3 9, 9-un üstə 4 13, 13-ün üstə 5 18 3-ə bölünürmü? Bəli. 5-in üstə 8, 8-in üstə 8 16, 16 üstə 9 25 bölünürmü? Xeyr. Gəl yoxlayaq. Görək bölünürmü? 6345 bölək 3-ə. Yəni sizə yoxlatmaq istəyirəm, amma rəqəmlər cəmi 3-ə bölünən ədəd 3-ə tam bölünür. 2 dəfə 3 6 bölünmə əlamətləridir. 3-ün özündə 3-ün içində 3 bir dəfə 3, 4-ün içində 3 bir dəfə 3, 15-in içində də 3 5 gördünüz, həqiqətən də bölünür. Yəni ki, bölünmə əlamətlərini bilsəniz vaxtınız daha tez, vaxtınız daha yaxşı çatar. 1900-dən 10 vahid az olan. Yəni 1900-ü bölürük 10-a. 1 sıfırı sil, qaldı mı 190. Ədədi 5 dəfə azaldıb qisməti tapın. Az olan ədədi 5 dəfə azaldıb deyir və bizə qisməti tapın. 10 vahid az olan. Hə. Uşaqlar, mən elə bildim 10 dəfə az götür oxumuşam və yorğunluqda. 1900-dən çıxıram 10-unu, 10 vahid az deyir. Az deyir. O deyir 1890. Hə, 1890. 1890-ı indi biz 5 dəfə azaldırıq. Yəni 5 dəfə azalda bölürsən. 18-in içində də 5, 3 dəfə 15. Burada qaldı mı 3? 39-un içində 5, 7 dəfə 35. Burada qaldı mı 4? 0 indim. 40-ın içində 5, 8. Neçə elədi? 378. Yəni uşaqlar hansı variantdır? 378. İndi keçək açıq tipli suallara. Baxaq açıq tipli suallar. Deyir, bölünmə əməlini yerinə yetirin. Aha, yenə gərək qeyd yeni bağlamayaydım. Yenə ki, bölünmə əlamətləridir. Baxaq. Bölək hesablayaq bunları. Görək bölünmə əməlini deyir, yerinə yetirin. Elə qeyd yerini yenə açım. Uşaqlar, deməli 48480 bölürəm 4-ə. Bir dəfə 4-ün içində, 8-in içində 4, 2 dəfə 8, 4-ün içində bir dəfə yenə 4, 8-in içində 4, 2 dəfə 8, 0-da yenə gətirib buraya yazırıq. Neçə aldıq? 12120. Nə gözəl yazdım. İndi keçirik növbəti suala, növbəti misala. Aha. 1778 bölürəm 7-yə. 17-in içində 7 2 dəfə 14, 37-in içində 7 5 dəfə 35, 28-in içində 7 4 254. Özüm belə yazıram çünki bayaqdan dəfələrlə izah elədim bölünmə əlamətini, yəni bölünmə qaydasını bilməyənlər üçün. 50864-ü bölürəm 8-ə. 6 dəfə 8 48. 2 28-in içində 8 uşaqlar 3 dəfə 24, 46 içində 8 neçə düşəcək? Əlbəttə 5 dəfə 8 40, 64-ün içində 8 dəfə 6358. Sonra uşaqlar deyirik ki 38322 ədədini bölürəm 6-ya. 38-in içində 6 dəfə 36, 23-ün içində 6 3 dəfə 18. Hardasa səhv eləmədik uşaqlar. 23-ün içində 38-dən 36 çıxanda 2, 23-ün içində 6 3 dəfə 18, orada qaldı 5, 52-in içində 6 7 dəfə 42, daha doğrusu 8 dəfə 48, 4 qaldı, 42-in içində 6 7, 6387. Bu qayda ilə siz də hesablayın. Sonra deyir ki 31570 ədədini 5-ə bölüb, bölək 5 əvəzə. 31-in içində 5 6 dəfə 30, 15-in içində 5 3 dəfə 15, 7-in içində 5 bir dəfə 5, 20-in içində də 5 4 dəfə 6314. Alınan ədədlə deyir. Aldınmı 6314? Həmin ədəddən 4342-nin cəmini istəyir də. Bu deyilir 6 5 sonra 6 10000
656. Yəni bu ifadəmizin qiymətidir. Yenə maşallah bölünmə əməlləridir. Yenə bölünmə əməllərini yerinə yetiririk. 17.012 ədədini bölürsən 4-ə. Bölək 4 dəfə 4 16. 1 0. Neçələrdir? 10-un içində 4 2 dəfə 8. 2 1 endiririk. 21-in içində 4 5 dəfə 20. 12-in içində 4 3 dəfə. Neçələrdir? 4253. Belə. Sonra uşaqlar keçirik 34.084 bölək 2-yə. 3-ün içində 2 bir dəfə 2. 1 14-ün içində 2 7 14. 0 burada, buradakı 0 da buraya yazıram. 8-in içində 2 4 dəfə 8. 4-ün içində 2 2 dəfə. 17.000 neçə aldıq? 17.042. Nə gün də yazdım. Uşaqlar, buradan yazmaya ehtiyac yoxdur. Buradan artıq cavabı yazıram da. 29.376 ədədini bölürəm 6-ya. 4 dəfə 6 24. Qaldı mı 5? 3 endirirəm 53. 8 dəfə 48. 53-ün içində. Burada qaldı mı 5? 57-ni endirirəm. 57-nin içində 6. 9 dəfə 54. Burada qaldı mı 3? 36-ın içində 6. 36. Cavab neçə aldıq? 4896. Sonra uşaqlar 12.369-u bölürəm 3-ə. Yenə 12-in içində 3 4 dəfə 12. 3-ün içində 1 dəfə 3. 6-ın içində 3 2 dəfə 6. 9-un içində 3 3 dəfə 9. Cavab neçədir? 4123. Sonra uşaqlar keçirik bu birisinə. Deyir 26.120-ni bölürəm 8-ə. Yenə 26-ın da 8 3 dəfə 24. 2 21-in içində 8 2 dəfə 16 5 qaldı mı? 52-in içində 8 6 dəfə 48 4 qaldı mı? 0-ın içində 40-ın içində də 8 5 dəfə 3265 də bu cavab eləyir. Sonra uşaqlar 44.825 bölürəm 5-ə. 44-ün içində 5 8 dəfə 40 eləyir. 4 qalır 8-i endirirəm. 48-in içində 5 9 dəfə 45 eləyir. 3 qalır 32 6 dəfə 30 eləyir. 2 qaldı 5 25. 8965. Deməli uşaqlar 19-un içində 2 9 dəfə 18. 1 7 17-in içində 2 8 dəfə 16. 1 15-in içində 2 4 7 dəfə 14. Onun içində də 2 5 neçələrdir? 2872. 9872. İndi keçək növbəti suala. Deyir bölünən 825 ilə 7-nin hasili. Baxın, bölən qismət düzdür. Bölən deyir 825-dən 7-nin hasili. 7-ni 5-ə vuram 35, 14, 17 bir yadda, 8 dəfə 7 56 bir yadda. 5775 bölünəndir. Bunu tapdıq. Bölən isə 5 olarsa, 5-ə bölək. 1, 5 qalır. 7. 7-in içində də 5 yenə 1 dəfə. 5, 2 qaldı. 27-in içində 5, 5 dəfə 25. 2 qaldı. 25-in içində 5, 5, 1155. Və həmin 1155 ilə 2375-in cəmi. Hesablayaq 10, 12, 13, 3 yaz bir yadda, 4 bir yadda 5, 3530. Necə tapdım uşaqlar? 3530. Sonra keçək növbəti suala. Deyir bölünən 725 ilə 6-nın hasili. Yenə 725-i 6-ya vurursan, 6 da 5 33 yadda, 12, 15, 5 yaz bir yadda, 42 bir yadda da 43. 4350. Böl deyir 2-yə, bölək. 2 dəfə 2 4. 3-ün içində 2 bir dəfə 2 1. 15-in içində 2 7 14. 1 10. 10 içində 2 5. 2175. Elə bizdən birbaşa qisməti istəyir. Elə tapdıq ki 2175. Sonra uşaqlar gəldik qapalı suala. Deyir ki radius demişik çevrə 2 radius 1 diametrə bərabərdir. 1 diametr 2 radiusa bərabərdir. Baxıram ki 4-dürsə radiusu diametr 8,
8-dirsə 16, 12-dirsə 24. Elə hansı variantdır uşaqlar? B variantı. Sonra çevrənin radiusu 8-dir. Həmin çevrənin radius və diametrin cəmi, radius dedim, 2 radius 1 diametrə bərabərdir. 8, 8 də çevrəndə 16, 8 üstə 16, 24. Yəni hansı variantdır? A variantı. Sonra şəkildə verilmiş çevrənin radiusu 5-dir. Yenə 5-i 2 misli, 2 dənə diametrini eləyəcək 10. A variantı. Hansı ədəd 6-ya qalxısız bölünür aşağılara? Həm 2-yə, həm də 3-ə bölünən ədədlər 6-ya qalxısız bölünür. Yəni 1 saat bunu böldüyünə nə edəcəksən? Bax gör həm 2-yə, həm də 3-ə bölünən ədəd hansıdır? Biz də 1-i 2-yə, bütün cüt ədədlər 2-yə bölünür. Baxaq. A variantı tək ədəddir, lazım deyil. B variantı tək ədəddir, lazım deyil. Qaldım C-dən D-nin arasında. Cüt ədəddir, 2-yə bölünür. Görək 3-ə bölünən hansıdır? 2-nin üstə 1, 3, 3-ün üstə 7, 16. 16 3-ə bölünürmü? Xeyr. Elə D variantı. Yəni baxın, həm 2-yə və həm 3-ə bölünən ədəd 6-ya qalxısız bölünür. Müstəvi fiqur hansıdır? Əlbəttə ki, kub, piramida, silindr, fəza fiqurudur. Düzbucaqlı müstəvi fiqurdur. Sonra uşaqlar deyir, hansı bölmə əməlinin qisməti daha böyükdür? Heçsə. Oturaq, hesablayaq. 1035 bölürəm 23-ə. Bölək 23-ə. 103-ün içində 23 neçə dəfə ola bilər? 4 dəfə olsa, 4 dəfə 3-üm, 4 dəfə 20-im 80 eləyəcək. 92 eləyir. 4 dəfə 23-üm. 103-dən də 92 çıxanda 11 qalır. 5 də aşağı indirəm. 115-in içində də 23. 5 dəfədir. 45 elədi. Bu A variantının qiyməti neçə eləyir? 45. 864-ü 12-yə böləndə 864-ü bölürsən 12-yə. 86 içində 12 neçə dəfə ola bilər uşaqlar? 5 dəfə olsa 60 eləyir. 7 dəfə olsa 84 eləyir. Aha. 24-ün içində 12 72. Bunun qiyməti neçədir? 72. 1344-ü 24-ə bölən necə düşür? 1344-ü bölürəm 24-ə. Yenə 134-ün içində 24 5 dəfə olsa 5 dəfə 20 100 elə 120 eləyəcək, düzdür? Burada qaldım 14. 144-ün içində də 24 6 dəfə eləyir. 56 da bunun qiyməti elədir. Sonra deyir ki 5355-i 5355-i bölürəm 63-ə. Yenə 535-in içində 63 bilirsiniz neçə dəfə olacaq uşaqlar? 8 dəfə olsa 535-in içində 63 görək neçə eləyir? 8 dəfə 6-ım 460-ım 480 eləyir. 8 dəfə 3-üm 24 eləyir. 480 üstə də 24 gələndə 504 eləyir, düzdür? Burada da qalır 325. 63-ün içində də 325-in içində də 63 5 dəfə eləyəndə 5 dəfə düz getdiksə əgər 315-dir daha doğrusu. 315-in içində 63 5 dəfə eləyir. 5 dəfə 63-üm 315 eləyir. Yəni 85 də buna düşdü. Ən böyük cavab hansıdır? Elə D variantı. Sonra deyir ifadənin qiymətini hesablayın. Hesablayaq. Baxın. 542-ni A-ya 28 verib. Vuraq 28-ə. 6 bir yadda, 32 bir yadda, 33 3 yadda, 40, 43, 4, 8, 10. Bilirsiniz də bunları necə yazıram? 6, 7, 11, 5, 1. 15 176 belədir. B-yə neçə verib? 14. 14-ü də 19-a vuranda 36 3 yadda, 12, 4, 1, 6, 6, 266. Və bundan da çıx deyir. Aha, çıxaq. 0, 1, 11-dən 2 çıxanda 9, 4, 14990. Hansı variantdır uşaqlar? 910 hansı variantdır? B variantı. Yəni hansı variantı tapdıq? B variantı. Yenə deyir tənliyi həll eləyin. Aha, eləyək, tənliyi həll eləyək. Baxın, 4 vur A-nı ayırmıram. 888-dən də 828 çıxanda qalırmı? 60. A da bərabərdir 15, bu qədər. Yəni hansı variantdır uşaqlar? D variantı. Diametr 120-dir, çevrən yenə 120-nin yarısı 60. Yəni diametrin yarısı 2 radiusa bərabər olduğuna görə 2 yerə böldüm. Sonra hansı qismətin rəqəmləri cəmi 12-yə bərabərdir? Heçən yenə hesablayırıq uşaqlar. Hesablayaq. 2545 bölək 5-ə.
25'in içində 5 5 dəfə 25. 4-ün içində olmadığına görə bura 1 0. 45-in içində 5 9 dəfə. Bunun cavabı neçədir? 509. 509-un rəqəmləri cəmi neçə eləyir? 14. Lazım deyil. Mənə 12 lazımdır. 8456-nı bölürəm 7-yə. 1 dəfə 7. 14-ün içində 7 2 dəfə 14. 5-in içində olmur deyə 0. 56-ın içində 7 8. 2-in içində 1 3, 3-ün içində də 8 11. Bu da lazım deyil. Keçək. Deyir ki, 3648 bölürəm 4-ə. 3-ün içində olmur. 36-ın içində 4 9 36. 4-ün içində 1 dəfə. 8-in içində 2 dəfə. Gördünüz, bunun cavabı rəqəmlər cəmi 12 edir. Elə B variantı uşaqlar. Sonra deyir, ifadəni həll edin. İfadələrin qiymətini həll edin. Bundan sonra bir səhifəmiz qalır. Onunla da yekunlaşırıq. Deyir, ifadənin qiymətini hesablayın. Hesablayaq. 64598 çıxaq 543 çıxaq 5 5 0 64 və böl 5-ə, bölək 5-ə bir dəfə 5 14-ün içində 5 2 dəfə 10 sonra 40-ın içində 5 8 dəfə 40 5-in içində də 1 dəfə uşaqlar. 12000 neçələdir bu? 12811 tapmısansa deməli düz tapmısan. Sonra deyir adanın B-ni üstə gəl. 543-ün üstə 947 gəlirəm. 10 8 9 14. 1490-ı vururam 8-ə. Vuraq 8-ə. 0 72 7 yadda. 32 7 yadda 39 9 3 yadda. 11920. Onu da bölürəm 2-yə. Bölək 10. 19-u bölürəm 2-yə 9 18. 12-ni bölürəm 2-yə 6. Yana da 0. Bura necə tapdıq uşaqlar? 5960. Sonra deyir ki, tənlikləri həll eləyin. Edək tənlikləri həll eləyək. Yəni qeyd edim ki, monotonik imtahanda 100% ən azı 2 dənə tənlik sualınız var. Yenə uşaqlar A çıxdı 642 bərabərdir 70. Vuraq bu üzəkindən bölək olur. 78-i də 3-ə böləndə 26 düşür. A da bərabərdir üstə gələk olaraq 642-ci də 26 gəlirsən. A da bərabərdir. Neçə eləyir? 8 668. Uşaqlar bunun qiyməti A neçə eləyir? 668. Sonra növbəti tənliyə baxın. Deyir ki, 3 vur B, yenə 3 vur B-yə əlimi vurmuram. Bu tərəfə keçir üstə gələk olur. 139-un üstə 215 gəlirsən. 3 vur B bərabərdir 4. 3-ün üstə 4, bir də 5 yaddaydı. 354. B də bərabərdir 354-ü vuraq da axı bölürəm 3-ə. 1, 3 qalır. 5-in içində 3, bir dəfə 3, 24-ün içində 3, 8, 118. Burada necə tapdıq uşaqlar? 118 tapmısansa, düz tapmısan. Sonra yenə 2 vuraq A-ya vurmaya deyir mənə əlini vurma. Üstə gələkdir bu tərəfə keçəndə çıxaq olur. 756-dan çıxıram 374. 2 vur A bərabərdir. 2, 15-dən 7 çıxanda 8, 6-dan 382. A da bərabərdir. 382-ni bölürsən 2-yə, çünki vuraqdır. 1, 2, 18, 9, 18, 1, 191 də buna tapmısansa, düz tapmısan. Sonra növbəti tənliyə baxın. Bu biraz sadədir. 6 vur B, 18 və 5-ə vuranda neçə eləyir? 90. B də bərabərdir. 10, 5, 15. 15-i 6-ya vuranda neçə eləyir? 90 eləyir. Burada da cavab 15-dir. Sonra bu cədvəl necə yazsınız uşaqlar? A-nın qiymətlərini yuxarıda veriblər. Hər dəfə bir dəfə yerinə qoyub hesablayırsan. Məsələn, 3243-ün üstünə 6428 gəlirsən. Sonra 7552-nin içinə, daha doğrusu üzərinə 6428 gəlirsən. Sonra 6819-un üzərinə 6428 gəlirsən. Yuxarıda verdiyi qiymətlərdir. 7457-nin üzərinə gəlirsən 6428. Bu qaydada uşaqlar hər birinin üst-üstə gəlib, toplayıb, cədvəldə də qeyd edirsiniz. Onu sizə həvalə edirəm. Yəni bir-bir toplayın,
Hesabın çox asandır. Sonra boş xanaya uyğun gələn burada uşaqlar A-nın yerinə yenə yuxarıdakı kimidir. Bax 3-ün yerinə 3-ü qoy, 3 dəfə 2 6, 3 dəfə 5 gəl 11. 5 qoy, 5 dəfə 2 10 üzərinə 5 gəl 15. 8 qoy 16, 16 üstə 5 gəl 21. 10 qoy 10-u 2-yə vur 20, 20 üstə 5 gəl 25. 13 qoy üstə 2 gəl, 13-ü 2-yə vur 26, 26 üstə 5 gəl 31. 16-ı 2-yə vur 32, 32 üstə 5 gəl 37. 19-u 2-yə vur 38, üstə də 5 gəl 43. Asandır, yəni bu qaydada da yazırsınız. Sonra sonuncu vərəqimiz, son 10 dənə sualımız qaldı. Deyirik ki, çərçivədəki ədədi minliklərə qədər yuvarlaqlaşdıraq. Baxaq. Təkcik, onluq, yüzlük, minlik yanındakı 5-dən böyükdür. 9800 elə B variantı. Çünki minliyin yanındakı 5-dir də. Bir vahid artdı. 4 oldu 5. Deyir, hansı misal düzgün hesablanıb? Baxaq görək hansı misal düzgün hesablanıb. Bir dənə bu qələmə. Aha, baxın 8-in üstə 5 13 edir. 0 üstə 4 5 yaz. 1 yaddaydı. 8-in üstə 9 gələndə 7 7 yaz 1 yadda. 4-ün üstünə 9 13 1 yadda 14 0 düz yazıblar. A-nı düz yazıblar ay uşaqlar. İndi B-yə bax. 3-ün üstə 9 12 2 yaz 1 yadda. 2-nin üstə 8 10 1 yaz 1 yadda. 1-in üstə 7 8 1 yadda 9 düzdür. 7 üstə 5 12. Baxın, gəlin hesablayaq da. Bir də nəsə gözümüzdən sürüşdürər. Sonra bir də görürsünüz yorumun altdan bir sağ ol deməkdən səhv axtaranlar var. 6325 yazaq. Görək düzmü yazıblar. Bundan biraz şübhələnirəm. 2 1 yadda 10 1 yadda 11 12 1 yadda 6 15 1 yadda 6 yenə 1 yadda. Aha. Görək belə mi alıblar? 54 60 xeyir aşağılar. Elə deyirəm də C variantı səhvdir. Sonra fərqləndirilmiş rəqəm mərtibi var. Yenə bax bunun altdan 1 qoy. Özünə sor 3 səndir 1000. Elə hansıdır C variantı. Sonra yenə bayaqki kimi tənlikdir. Tənliyi tapmalıyıq. 6 vur aya dəymirəm. Üstəcəyə bu tərəfə çıxanda 703-dən çıxıram 127. 6 vur A bərabərdir. 703-dən 127-dən çıxın. 3-dən 7 çıxmaq olmur. 13-dən 7 6. Buradan bir onluq vermişdik elə. 9-dan 2 çıxanda 7, 6, 5. Bunu da bölürük uşaqlar. Neçə deyir? 57-nin içində 6, 9 dəfə 54, 96. Hansı variantda uşaqlar? B variantı. 360-ın yarısına bərabər olan diametri 360-ın yarısı, yəni 180-dir. Diametr 180-dir. Onun da yarısı 90 edir. Çaşmayın. A variantı. Sonra deyir ki 40812-dən sonra gələn cüt ədəd, yəni 40814 3 misli vururam. 2 yaz 1 yadda, 3 dəfə 1 3 1 yadda 4, 3 dəfə 8 24 4 yaz 2 yadda, 3 dəfə 0 0 2 yaddan, 3 dəfə 4-üm də 12. 12000, daha doğrusu 122442. Hansı variantdır uşaqlar? D variantı. Deyir hansı müqayisə doğrudur? A variantı səhvdir. Biri 6 rəqəmlidir, biri 5 rəqəmli, amma səhv göstərilib. B variantı da səhvdir. C variantına baxın ay uşaqlar. C variantı düz göstərilib. 109861, o da 27000. D variantının özü də qəsdən 8-dən 9-un yeni səhv yazıb ki, sən aldanıb götürəsən. Deyir 5-ə qalxısız bölünür. Yenə bölünmə əlaməti sonu 0 və ya 5 ilə bitən ədədlər 5-ə tam bölünür. Yəni bir-bir bölməyə ehtiyac yoxdur. C variantı getdi, B getdi, D getdi. Elə variant. Yenə verilmiş çevrənin diametri. 38-i 2-yə vuranda neçə eləyir uşaqlar? 38-i 2-yə vuranda 6, 76 eləyir, düzdür? Onun da yarısı neçə eləyir? Diametrini tapdım. 76. 76-nın 4 qatını istəyir. Yəni vur deyir. 4 dəfə 6 24, 4 yaz 2 yadda, 4 dəfə 7 28, 2 yadda da 304. Yəni hansı variantı? B variantı. Deyir sonuncu sualımız. Rəqəmləri müxtəlif ən böyük 5 rəqəm ədədin 9800 9 8 7 6 5, yəni 98765 ədədinin rəqəmləri cəmi ən böyükdür. Rəqəmləri müxtəlifdir. Bəli. 9-un üstə 8 17, 17 üstə 7 24, 24 üstə 6 30, 30 üstə 5 35. Hansı variantdır? C variantı.
Belə uşaqlar bu qədər bəyənirsiniz, sinif yoldaşlarınızla paylaşırsınız. İnşallah ki, faydalı olar sizin üçün. Sağ olun, salamat qalın.